Son vaxtlar baxıram ki, eyni tipli xəbərlər bir-birlərini əvəz eləyir. Sadəcə adlar başqadır, hadisələr isə bir-birlərinin əkizi. Müəyyən tip adamlar var ki, onlar məncə əbədiyyən dəyişməyəcək. Baxlap dünyanın sonu gəlsin, hər yer o dalovun içində olsun, bütün insanlıq ölsün, yenə də İrandan Azərbaycana narkotik keçirməyə çalışan adam tapa bilərsiniz. Son sağ qalan insan elə oralarda əlindəki zəhrimarla öləcək. Bu şəkildəki adamlara görə deyirəm bu sözləri. Siz 3 nəfər görürsünüz onları, amma əslində 4 nəfərdilər. Çünki sərhəddən keçirmək istədiyi narkotikin çəkisi 54 kilodur. Rəsmən bir adam ağırlığındadır bu çəki. Hələ ortadakına bax. Elə dayanıb elə bil ki, boynundan bu dəqiqə medal asacaqlar. Sağ ol ay kişi, sən ki bu milləti zəhərləmək üçün bu əziyyətlərə qatlanırsan. Sənə biz borcumuzu necə verəcəyik? Demək olar ki, hamımızın tanıdığı, qohumluqda, qonşuluqda narkotikdən həyatı puç olan adamlar var. Düzdür, onların özündə də günah var sözsüz. Çünki heç kəsi buna məcbur eləyə bilməz. Ancaq onları o zəhərlə bəsləyən adamlar daha qansızdır. Dediyim kimi, bütün xəbərlər bir-birinin oxşarına çevrilib. Ödəmə terminallarından oğurluq eləyən şəxslər saxlanılıb. O qədər yerdə kameraya düşüblər ki, adam istəsə bu qədər görüntü verə bilməz. Təsəvvür eləyin dənə. Bu oğlanlardan birinin anasısız və elçi gedirsiniz. Bizim uşaqda gecə smenində işləyir elə, milyon oğuruyur. Şükür Allah, pis dolanmırıq. Həftədə bir dəfə gedir, bəs eləyir. Cavan adamlar görün öz potensiallarını nəyə xərcləyirlər. Və bu əməli görənlər hansı düşüncə ilə bunu eləyirlər, mən başa düşmürəm. Yəni nə gözləyirlər ki, varlanıb milyonçu olacaq və heç kəs bilməyəcək? Camaat kameranın altında o boyda heç toyda oynamır. Bunlar terminal uğurlayıblar. Bu gedişlə hara qədər getmək olar, mən bilmirəm. O qədər həll olunmalı məsələ var, bu tip şeylərdən danışmaq adamı yorur. Bu arada şad xəbər deyin Bakıda yaşayanlara. İcra hakimi deyib ki, Bakının kanalizasiya sistemində yeni texnologiya istifadə olunacaq. Artıq yağışın küçədə yaratdığı fəsadların qarşısı alınacaq. Amin deməyən dillər qursun. Masazırda küçədə gəzən itləri də bir sığınacağa yerləşdirsələr yaxşı olar. Dagiyib öldürməyin yazıq heyvanları. Sadəcə onlar toplu halda gəzir və aralarında aqressiv olanlar da var. Və bu da yerli cəmaət üçün təhlükədir. Orada it kimisə parçalayandan sonra tədbir görmək lazım deyil. Öncədən bunu bir sivil qaydada həll eləyin. Əslində çox bəsit problemlərdir. Küçədə su qalması, sahibsiz heyvanların küçədə gəzməsi, yəni bunları həll eləmək çox adi bir şeydir. Bunları düzəltmək olur. Ciddi problem zehniyyətlə bağlı olan problemdir. Onu düzəltmək çox çətin məsələdir. Metroda maşinist rabitəsindən kefinə görə istifadə edən şəxs cərimələnib. Buyurun, danışın. Düyməli basmağın nə qədər cəriməsi var, demək olar? Nəyi batmalın? Düyməli basmağın Əlaqə başa çatdı. O zəngin qiymətinin 200 manat olduğunu öyrənən bu xanım, yəqin ki, bundan sonra küçədəki taksafondan da heç istifadə eləməyəcək. Görüntülərə baxanda adam utanır. Bu hərəkətin adı nədir ki indi? Müasirlik, çılğınlıq, mən bilmirəm. Nədir də, yəni bunun adını deyin biz də bilək. Adam niyə metrodakı çağırış düyməsini basıb maşinistlə boş-boş danışsın? Hələ bunu möhtəşəm bir şeymiş kimi video ilə çəkib. Əvvəllər ev telefonundan zəng eləyəndə nömrə bilinməyən vaxtları idi. Hardasa sizə danışıram 30-35 il əvvəli. Zəng eləyib yanğın söndürənlə məzələnib kiminsə həyətinə çağırırdılar. Daha o tərbiyəsi olmayan adamlar bilmirdilər ki, həqiqətən kiminsə evi yansa bu maşını məşğul edildikləri üçün gedə bilməyəcəklər. Sonra nömrəni müəyyən eləmək oldu, o adamlar yoxa çıxdılar. Zəng eləyib kiminsə evinə susub danışmırdılar. Nömrə tutan telefonlar çıxandan sonra əbədiyyətə qovuşdular. Çində 10G internet istifadəyə verilib. Biz isə maşinistin rabitə düyməsinə basıb video çəkirik. Çin 9834 megabit sürətə çatıb. Biz isə növbəti stansiyaya çatana qədər özümüzü apara bilmirik. Doğrudan da ki, coğrafiya çox önəmli bir şeymiş.